Salam, xoş gördük hər biriniz hörmətli müəllimlər və müəllimliyə namizəd olan şəxslər. Bugün sizə maraqlı bir kurikulum sualı təqdim edirəm. Bu kurikulum sualı inteqrasiya mövzusunu əhatə eləyir və fiziki tərbiyə fənninin üçün nəzərdə tutulubdur. Tərbiyə bilirik ki, bu sertifikasiya imtahan verən fənlərdən biridir. Onlar üçün də faydalı olar. Baxaq, şagird öyrəndiyi sürət və zaman düsturlarını fiziki tərbiyə dərsində 100 metr məsafəyə qaçış zamanı öz nəticələrini yaxşılaşdırmaq üçün tətbiq edir. O qaçış sürətini qrafiklərlə təhlil edərək məsafənin hansı hissəsində sürəti artırmağın daha səmərəli olduğunu əsaslandırır. Tapşırığa əsasən inteqrasiyanın növü və idraki sahənin mərhələlərini müəyyən edir. Burada sürət və zaman düsturu anlayışı bizə fizika fənnindən qazanılan bilgini göstərir. Üstəgəl də bu tapşırıq nəzərə alsaq ki, şagirdə fiziki tərbiyə fənnində təqdim olunubdur. Deməli, birinci mövqedə olan fənn fiziki tərbiyədir. İkinci mövqedə köməkçi fənn isə fizikadır. Onda belə çıxır ki, burada fənlər arası inteqrasiyamız var. Üstəgəl burada hansı məsafədə sürəti daha artırmaq effektiv nəticə verər? Bu haqda bir mühakimə yürüdən şəxs isə olacaq təhlil etmə mərhələsində. Bu testin doğru cavabı Bloom taksonomiyasına görə təhlil və inteqrasiyanın növünə görə fənlər arası və cavab B variantı oldu. Ümid edirəm hər biriniz üçün faydalı məlumat oldu. Uğurlar hər birinizə. Sağ olun.